Məsələ burasındadır ki, biz nə istəyirik? Bizim balalarımız gözəl danışsınlar. Bir şəxsiyyət kimi kiçik yaşlarından yetişsinlər və bu da danışaraq olacaq. Yəni 50 kitab oxusun. Bugün mənim inanırsınız professor tələbəm var. 55 yaşı var. Bir çox şeyləri biz hamısını mən qoymuram ki, orada səhifəyə. Yüzlərlə tələbəmin mən ora videosunu qoymuram. Burada məxfilik məsələsi var. Yəni adam gedir oxuyur, üzündən oxuyur. Yazır o boyda məruzəni, üzündən oxuyur. Çox çətin bir şeydir. Rahat bir şeydir, həzm olması bir şey deyil. Danışma ona görə həqiqətən lütf kimi bəzi insanlar deyib verilir. Mən yenə deyirəm, mənim atam məndə, qardaşımda bunu bu cür həll elədi. Çox da ona minnətdaram. Yəni atamın mənə verdiyi ən belə bəlkə mənə qızıldan nə bilim ev versəydi mənə bu qədər lazım olmazdı. Biz bu nit klubunda danışan, özünü ifadə edən alov parçaları yetişdiririk. Atatürk necə deyib xaricə göndərdiyi tələbələrə yığıb hamısını qarşılarına çıxış edib. Deyib siz hələ gəncsiniz, 15-16 yaşında uşaqlardır da. Mən sizi oxumağa göndərirəm xaricə. Mən sizi bir qığılcım kimi göndərirəm. Məni alovlar yalaraq geri dönün. Baxın, burada bu qığılcımları eləməliyik ki, bunlar alova çevrilsinlər. Bu danışıq klubu ona görə lazımdır. Və burada da bizim əsas təlimçimiz siz aktyorluq sənəti, uşaqların özünün ifadəsi, səs məşqləri, diksiya məşqləri, loqopedik məşqlər, bir çox şeylər. Üstəlik psixoloji yanaşmamız olacaq o uşaqlara, loqopedik əlavə dəstəyimiz olacaq masajlarla. Yəni danışmamaq üçün artıq bəhanə qoymuruq. Danışmamaq üçün yer qalmayacaq və inandırım onları susturmaq da olmayacaq. Onları susturmaq qeyri-mümkün olacaq. Deyəcəksən danışma, deyəcək danışmayayım, onda oxuyuram. Oxuyuq, fikrimi bildirəcək. Aqrəbəl uşaq fikrimi bildirəcək. Və uşaqları dayandırmaq olmayacaq. Biz də sizə təşəkkür edirəm bu işdə bizə kömək olduğunuz üçün və öz dərin təcrübənizdən, bilgilərinizdən istifadə edəcəksiniz. Qəşəng bir proqram hazırlamısınız və mənim də ora qatqılarım olacaq. İnşallah uğurlu olacaq. Ölkədə ilk olacaq, amma düşünürəm ki, çox əhatəli olacaq. Gözəl olacaq. Bəli. Təşəkkür edirəm, çox sağ olun.